Uğurlar olsun sizə. Vaxt itirməyin. Sizin əgər ki bilikləriniz azdırsa mütləq oxumağa çalışın, araşdırmağa çalışın. Videoya maşında gedə-gedə qulaq asın, evdə qulaq asın, otuzdurmağa çalışın hər şey beyninizə ki uğurlu keçə bilsin attestasiya proqramımız. İnşallah Allahın köməyi ilə attestasiya proqramımızda sizin çulunuzu sudan çıxaran siz özünüz olacaqsınız. Yəni mənim sizə verdiyim sadə sualları cavablandıra bilmirsinizsə, burada mənim günahım yoxdur da. Yəni mən məcburam 5 nəfər 6 nəfərin arasında sizi kəsməyə. Çünki siz cavab verə bilmirsiniz. Sizin hazır bir arqumentiniz yoxdursa mən nə etməliyəm yəni? Ona görə bizim niyyətimiz odur ki, görürsünüz hər şeydə deyirəm. Not nədir? Bunu deyin, düzən ölçü deyin. Falan şey nədir? Falan şey deyin. Özünüz küləşdirin, gedin başqa kitabdan da yazın, bir dəftər tutun. Nə sual versələr nə deyərəm? Məsələn bu mövzudan desələr nə cavab verim onlara? Bunu konspektləşdirib dəqiqləşdirin ki, sizə problem yaranmasın. Məqsəd odur, qurtardı getdi yəni. Mən hər dildə sizə başa salmağa çalışıram. İnşallah ki Allah zihin açıqlığı verər, rahatlıqla hər şey beyninizə yerləşər. Xeyirli uğurlu attestasiya proqramından keçib tədris işinizi, pedaqoji fəaliyyətinizi davam etdirərsiniz.